Devam edelim. Tamam. Evet. Demək, səhv eləmirəmsə, axırıncı dəfə 12-ci sınavımızı müzakirə eləmişdik. 13, 14, 15 olur da bizim sınavlarımız, düzdür? Evet. Təmin. Tamam, onda. Cavablar deyəcəm indi. Başlayaq. Aha, deyirəm, yoxlayaq. Deməli, 1C, 2D, 3C, 4A, 5A, 6A, 7B, 8C, 9B, 10B, 11D, 12A, 13B, 14C, 15D, 16C, 17A, 18D, 19D, 20D, 21D, 22B, 23C, 24, 25A. Ha, yoklayandan sonra 15'teydi. 15 D, bəli. Yüzlərin sayını deyərsiz qeyd edir. Məndə 20 düz. Deməli, Alin 20 düz. Ben de 21 düz. Sərgiyə 21. Sonra 20. 20. Nəcəb 20. 20. Zeynəb də 20. Yasmin də 20 elə. Em, Tamam. Aha. Deyin suallarınızı gəlsin. 2 müəllim. Ya, 1. tamam. Üç. Hə. Elə çıxır, elə ardıcıl gedərik. Deməli, hansı başı ayaqlı molekula çanağa rast gəlinir? Hə, səhv eləmirəmsə bu Nautilus olmalıdır. Bunun şəkli də dərsliyimizdə var idi. Yəni çanaqla örtülü. Yəni digərləri də yoxdur. Belə 8 ayaqla kalmar baş ayaqlara aiddir. Bunlarda çanaq yoxdur. Media baxmayaraq ki, çanağı var, amma bu baş ayaqlı molluska aid deyil. Ona görə C variantı olacaq. İkinci sualımız. Mikroskop altında baxılan qanın ixtisaslaşmış hüceyrələri təsvir olunmuşdur. Buna əsasən yanlış fikri müəyyən edin. Yəni, burada A trombositdir, B eritrositdir, C leykositdir. Yəni, bu qan hüceyrələrinin şəkli dərslikdə səhv eləmirəmsə verilib, ya sizin 7-ci sinifdədir, ya da təbiətdədir, amma keçibsiz. İndi fikirlərə baxaq. B hüceyrəsinin tərkibində hemoqlobin olur, bu doğrudur. C yad cisimciklərdən orqanizmi qoruyur, bu da doğrudur. A qanın laxtalanmasında iştirak edir, bu da doğrudur. A-nın ortası basıq olur, bu yanlışdır. Çünki ortası basıq olan B-dir, yəni eritrositdir. O cəhətdən D variantı doğru cavabımızdır. Sonra üçüncü sual. Aşağıdakı diaqramlarda canlıların qarşılıqlı münasibət zamanı fayda gördüyü və ziyan gördüyü neytral olduğu hallar verilmişdir. Yəni, birincidə K fayda görür, L zərər görür. İkincidə M üçün faydalı, N üçün neytraldır. Üçüncüdə isə hər ikisi üçün faydalıdır. İndi baxaq. Deməli, faydalı zərərli. Yəni, birincidə faydalı zərərlidir. Bu mutualizm deyil. Çünki mutualizm faydalı faydalıdır.
Konvensializm faydalı neytraldır. Parazitizm faydalı zərərlidir. Deməli elə C variantı uyğun gəlir. Konvensializm dedik faydalı neytral, bu da uyğun gəlir. Mutualizm də faydalı faydalıdır. C variantı doğru cavab, yəni bunu keçmişik dərslikdə mövzuda. Sonra növbəti sual. 14. 19. Tamam, 14, 19. Aşağıdakı eyni növdən olan 3 bitki üzərində təcrübə aparılmışdır. Deməli, birinci bitkidə 25 dərəcə Selsidir, 10 ml sudur, 5 qram gübrədir. Yəni, hər üçündə 5 qram gübrədir, belə deyək. Hər üçündə 10 ml sudur, amma temperatur fərqlidir. 25 dərəcə birinci bitkidə, 10 dərəcə ikinci bitkidə, 5 dərəcə üçüncü bitkidə. Bu bitkilərdə aparılan təcrübədə hansı amillərin təsiri araşdırılmış olar? Yəqin ki, burada temperatur dəyişməsinin bitkilərə təsiri olar, çünki bu fərqlidir. Biri 1-dir. Su miqdarının bitki inkişafına təsiri deyil. Çünki bu hər üçündə eynidirsə, deməli biz onun təsirini ölçmürük. Gübrə növlərinin bitki inkişafına təsiri burada 5 qram gübrə verilib. Yəni növlər hansı növ olduğu verilməyib. Yəni ona görə düşünürəm bu yalnız 1 olar. D variantı. Amma cavab D verilməmişdir. Hə? Ben de götürmüştüm. Cisk. Ben Əslində bilirsiniz, yəni mən Mən də səhv elə demişdim. gəlib ki, burada 5 qram gübrə elə yazmamalıydı da. Yəni məsələn yazsaydı birincidə tutaq ki 5 qram azot gübrəsi, ikincidə 5 qram fosfor gübrəsi, üçüncüdə 5 qram məsələn kalium gübrəsi. Bəli, onda biz götürə bilərdik gübrə növlərinin bitki inkişafına təsiri. Yəqin onlar nəzərdə tutublar elə, amma belə deyək də açıq qeyd eləməyiblər. O cəhətdən götürmüş olarlar. Amma yəni mənim fikrim belədir ki, burada konkret ifadə eləmir də hansı gübrənin olduğu. 19. Verilənlərin hansında yumurtalıq sayı dişicik sayına bərabər olur? Bu nə deməkdir? Bunu özünüz üçün qeyd eləyərsiniz mütləq. Yumurtalıq sayının dişicik sayına bərabər olması burada yumurtalıq yoxsa yumurtacıq sayı? Məncə yumurtacıq sayını nəzərdə tutub. Çünki yumurtacıq sayı toxum sayı ilə belə deyək, bərabər götürülür. Əgər yumurtacıq sayı dişicik sayına bərabərdirsə, deməli bu bir toxumlu meyvə əmələ gətirəcək. Yəni o cəhətdən də bir toxumlu meyvə D variantıdır. Yəni əslində baxanda yumurtalıq sayı hamısında dişicik sayına bərabərdir. Yəni bu şərt doğru deyil. Yəni yumurtacıq sayı dişicik sayına bərabər olansa albalıdır D variantı. 21, 22. 16. Tamam. 16, 21, 22. Köçürülən hissədən ilk olaraq bilavasitə hansı kök inkişaf edəcək? Köçürülən hissə. Söhbət deməli situasiya var burada. 15, 17-ci suallara cavab verin. Şəkildə deməli 1, 2, 3, 4 və 5. Elə bil ki, ikinci bitkidən bir dənə budaq kəsir, onu əkir bir dənə dibçəyə. Deməli bu gövdə əkirsə, gövdədən inkişaf edən kök ilk olaraq əlavə kök olacaq. İlk olaraq hansı kök? C variantı 16-cı sualda. Yəni ilk olaraq əlavə kök inkişaf eləyəcək. 20 necə dediniz? 21, 22. 21, 22. Tamam. Pomidor bitkisinin bir meyvəsində olan toxumların əmələ gəlməsində cəmi 160 hüceyrə iştirak etmişdir. Bu meyvə neçə toxumlu olar? Yəni bununla bağlı biz dəfələrlə sual işləmişik. İndi mən bunu sizin köməyinizlə yazacağım. Özüm deməyəcəm. Bir meyvəsində olan toxumlar və 160 dənə bizə nə verib? Hüceyrə verib. İkiqat mayalama ilə bağlı sual işləmişik, düzdür? Bəli. Bir, ikiqat mayalanmada neçə hüceyrə iştirak edir? 4. 4 hüceyrə 4. iştirak edir. Deməli, x-ə yazacağıq nə? 160. Buradan x nəyə bərabər olacaq?
40-a. 160. 40-a bərabər olacaq. 160-ı 4-ə bölürük, eləyir 40. Burada da deməli cavab 40 olacaqdır. Yəni hər iki qat mayalanmada bir toxum əmələ gəlir. Bunu qeyd edib öyrənin, yadınızda saxlayın. İki qat mayalanmada 4 hüceyrə, 3 qamət iştirak edir. Yəni əgər 160 hüceyrə yox qamət desəydi biz 3 qamətlə götürərdik. Amma hüceyrə dediyinə görə hüceyrəni 4 ilə götürür. Yəni bir toxum üçün 4 hüceyrə iştirak edir. Ona görə D variantı. Sonra 20. 20. Qalxaq biraz. Aha, bizə nə verib? İkiləpəli bir bitkinin kök gövdə və yarpaqlarında ötürücü boru növləri göstərilib. K və L. Aha. K və L-i elə düşünürəm, nəyə görə biz müəyyən eləyə bilərik? Yəni gövdədə məsələn burada yarpaqda verir. Yarpaqda xaricdə olan floema boruları olur. Daxildə olan ksilema boruları olur. Yəni adətən belə olur. Ona görə yəni göy rəngdə olan ksilemadır, həm də su daşıdığına görə biz elə düşünə bilərik. İndi burada 2 dəfə yarpaq verib. Niyə 2 dəfə yarpaq verib? Onun mənə maraqlıdır. Ola bilər bəlkə yarpağın dairəvi yarpaq, məncə bu dairəvidə aşağıda yazılan yarpaq yazılan məncə gövdə olmalıdır, amma cavabı müəyyən eləyərik. Yəni K ksilemadır, L isə floemadır. Buna görə K və L ilə verilən fikirlərdən hansı doğrudur? K növü ksilema, L növü floema borularıdır. Bəli, bu doğrudur. K kökdən yarpaqlara su və mineral maddələri daşıyır. Bəli, ksilema boruları su və mineral maddələri daşıyır. L-də maddələrin daşınma sürəti K-da maddələrin daşınma sürətinə görə yavaşdır. Məncə bəli, yavaşdır. Çünki üzvü maddələr daha qatıdır və qatı olan maddələr nisbətən yavaş hərəkət edir. O cəhətdən deməli, düşünürəm ki, üçü də doğrudur. Üçü də doğru olan cavab D variantı. Görək, həqiqətən 20-ci sual D variantıdırmı? Bəli, D variantı. 25. 25 müəllim. Tamam. 25. İnkişaf etmiş bir bitkinin yarpağında olan hüceyrələr verilmişdir. Ağızcıq hüceyrələri, sütunvari parenxim və süngərvari parenxim. Gündüz vaxtı bu hüceyrələrdə gedən fotosintez prosesinin sürəti hansı qrafikdə doğru göstərilir? Deməli, biz fotosintez prosesinin sürətinin nədənsə asılılığını birinci yadımıza salmalıyıq. Yəni, hansı amillərdən asılıdır? Düşünürəm ki, asılıdır, məsələn, günəş işığının miqdarından, asılıdır qəbul edilən suyun miqdarından, asılıdır qəbul edilən karbon qazının miqdarından, asılıdır qəbul edilən suyun miqdarından və həmçinin də yarpaqdakı və həmin hissədəki xlorofil pigmentinin miqdarından asılıdır. Yəni, biz yarpağın daxili quruluşuna nəzər eləsək, yəni sizə göndərdiyim o vegetativ orqanlar materialında yarpağın daxili quruluşu verilib, elə səhv eləmirəmsə dərsliyimizdə də olmalıdır. Orada ağızcıq, yəni dəricik hüceyrələrində olan, yəni seyrək şəkildə yerləşmiş hüceyrələr burada ən az olacaq. Ona görə də 1 ən az olar. 1 ən az olandır. Burada demək olar ki, A bəndi ilə D bəndində 1 ən azdır. İndi digərlərinə baxsaq, sütunvari və süngərvari. Sütunvari parenxim hüceyrələri sıx yerləşirlər, uzunsov hüceyrələrdir. Onlarda ən çoxdur. Ona görə də, yəni bu cəhətdən A variantı uyğun gəlir ki, ən azı ağızcıqdır, ən çoxu sütunvari parenximdir, süngərvari parenximdə isə ikisinin arasında miqdar olur. O cəhətdən A variantı olacaq, doğru cavab. Aydın? Bəli. Tamam. Var mı birinci? 22. 22. 22. Aha. Dedik müəllim. Bəli? 22 demədin. 22-ni yox deməmişəm. Yarpağın ən kəsiyi verilmişdir. Fotosintez məhsulları hansı rəqəmlə verilən hissə ilə daşınır? Fotosintez məhsulları üzvü maddələrdir. Üzvü maddələr yəni daşınar deyirsə bu floema olmalıdır.
Loemanı da verib, yəqin ki 2 rəqəmi ilə verib. 2 rəqəmi. B variantı. Yəni damarın içərisi, yarpaq damarının içərisində floema və ksilema var. Yəni orada onsuz da ayrı-ayrılıqda ikisini də verməyib. Yəni sadəcə yarpaq damarının içərisindəki hüceyrələr 2 rəqəmi ilə verildiyinə görə elə cavabımızı da 2 rəqəmi olaraq götürə bilərik. Sonra Məndə qurtardı. tamam. Hamımız da qutarıbsa, əgər sual yoxdursa keçək 13-cü sınağa. 13 deyirəm, 14. Ya Allah. Deməli. Hə. İndi səhv eləmirəmsə, Camal müəllim fən müsabiqəsinə gələnlər üçün təzə kitab çapa verir artıq. Hə, onu da inşallah alaram. Sürətli şəkildə işləyərik. Amma bu sınağı bitirəndən sonra, 20 dənə sınağı bitirəndən sonra sizinlə bir neçə dərs ümumi təkrar eləyərik. Yəni sizə lazım olan müəyyən əlavə materialları öyrədib soruşacağım sizdən. Ondan sonra əvvəlki illərin fən müsabiqəsi sualları və sınaqlarla davam edərik. Və həmçinin də Camal müəllimin kitabından. Fən müsabiqəsi martda olar. Hələ ki dəqiq vaxtı bəlli deyil. Qeydiyyat artıq başlayıb. Yanvarın 15-dən 29-una qədər qeydiyyatdır. İnşallah məktəbdə tapşıraram. Sizi qeydiyyat eləyərik. Rəcəb də öz məktəbindən qeydiyyat elətdirər. Vaxtı buraxılış vərəqəsi sizin səhifənizə gələndən sonra bilinəcək ki, nə vaxt olacaq. Yəni təqribi əvvəlki illərdə, keçən illərdə belə deyək də mart ayında olub. Ehtimal var mart ayında olmağı. Təbii ki, məsələn, Olimpiyada keçən il dekabrın 22-si idi, bu il yanvarın 18-i oldu. Yəni onu qabaqcadan biz bilmirik də nə vaxtı. Onlar özləri təyin edirlər, deyirlər bizə. Cavabları deyirəm, yoxlayaq. 14-cü sınağın cavabları. 1A, 2C, 3A, 4B, 5C, 6B, 7D, 8D, 9B, 10C, 11B, 12C, 13D, 14B, 15C, 16A, 17A, 18A, 19 da A, 19 da A, 20B, 21B, 22A, 23C, 24D, 25D. Yəni 21 ilə 23 nə oldu? 21B, 23C. 22-dir. 22 düz. Yasmin. 21'dir. Deməli, Yasmin 22, Aylin 21, 21 mənim. Rəcəb 21, 20. Fərqiyə 20, 20. Zeynəb də 20. Tamam. Sizə bir dənə sual verim də. Bu 20 dənə, məsələn, 19 dənə, 21 dənə, 22 dənə yazdığınız hamısı bilib yazdıqlarınızdır, yoxsa atıb təsadüfən düz çıxanlar olur? Mən testlərdə ola bilsin ki, mənim bilmədiyim suallar olur, başa düşmədiyim, keçmədiyimiz belə. Onları araşdırıram mən ikisini. Hə, yəni belə deyim də, yəni mənim soruşmaqda məqsədim var əslində. Yəni əgər hansısa sual tutaq ki, bilməmisiniz, təsadüfən atıbsınız, düz çıxıbsa, yəni elə sualları mütləq sual verin.
onların səbəbini öyrənin. Yəni ola bilər ki, məsələn də indi təsadüfən yazdım falan cavabı düz çıxdı, amma niyə o cavabdır, onun səbəbini bəlkə də düz bilmirsiniz. Elə olur ki, məsələn, doğru cavabı şagird doğru cavabı tapıb, soruşuram hələ izah elə falan sualı necə tapdın? Məsələn, tutaq ki, cavabı 5 alıb. Necə 5 aldın? Məsələn, cavab olmalıdır ki, tutaq ki, 2 üstəgəl 3 bərabərdir 5, o alıb 10 bölünsün 2 bərabərdir 5. Məsələn də, yəni nümunə olaraq. Yəni əgər əmin deyilsinizsə, tutaq ki, o cavab sualın belə deyək, izahını bildiyinizdən o tipli sualları mütləq soruşun. Yəni sizin üçün tam aydın olsun. Deyin, deyin deyəndə dedim də, hə? Bəli. Sualları dedik. Deyin indi, suallarınızı deyin. 9-cu Birinci Birinci sual. sual. 29. sual. Birinci sual dedin Rəcəb. Bəli, müəllim. Mən dedim. Tamam. Birinci suala baxaq. Deməli, Melisa verilən şəklə əsasən suyun yuxarıya qalxması üçün 3 səbəb saydı. Hə. Burada kök təzyiqi, transpirasiya, çoxşəkilli damarlar. Yəni damarların quruluşu da əslində belə demək istəyir. Suyun hərəkətinə səbəb olan bu amillərin təsir gücünü çoxdan aza doğru düzür. Bunu özünüz üçün mütləq qeyd eləyərsiniz. Bu, yuxarı sinif olimpiyadalarında da indiyə qədər düşüb, fən müsabiqəsində də düşüb, yəni yenə də ola bilər, düzdür, ola bilər də düşməsin, amma yəni düşmə ehtimalı olan tipdə suallardır. Yəni əvvəlki illərdə bu həmişə belə götürülüb ki, burada ən çox təsir edən transpirasiyadır. Transpirasiya, yəni suyun yarpaqdan buxarlandırılmasıdır. Bu yarpaqda bir sorucu qüvvə yaradır və o sorucu qüvvə sanki kökdən onu çəkir. Və ondan sonra onun yuxarı qalxmasına kömək eləyən kökün təzyiqidir. Yəni kök təzyiqi vasitəsilə elə bil ki, sanki bir nəfər yuxarıdan onu dartır, bir nəfər də aşağıdan onu itələyərək yuxarı qaldırır ki, rahat yuxarı getsin. Və ən az təsir eləyən boruların quruluşudur, yəni çoxşəkilli damarlardır. Ona görə deməli bizdən nə istəyirdi? Təsir gücünü çoxdan aza deyirsə, ən çoxu 2-dir, ondan sonra 1-dir, sonra 3-dür. Yəni A variantı olacaq doğru cavab. Sonra 2. 2. Şəkildə yarpaq ayasının müəyyən hissələri rəqəmlərlə verilmişdir. Yəni dediyim o vegetativ orqanlar mövzusu kimi materialı var idi. Eyni olmasa da buna bənzər şəkil orada var. Deməli, burada 1 sütunvari toxumadır. Yəni bu doğrudur. 2 örtük toxumaya aiddir. Hanı 2? 2 alt dəricikdir. Bəli, alt dəricik özü örtük toxumaya aiddir. Bu da mövzuda, həmin mövzuda qeyd olunub. 3 törədici toxumaya aiddir. Burada törədici toxuma verilməyib. Yəni həmin o yarpağın şəklində törədici toxumanın yəni çox güclü olduğuna görə harda yerləşdiyi verilməyib. 4 süngərvari toxumadır, bu doğrudur. Yəni üçüncü yanlışdır, çünki yarpağın daxili quruluşunda törədici toxumanın harda yerləşdiyi verilməmişdir. C variantı olacaq doğru cavab. 9. Tamam. Verilən şəklə əsasən biomüxtəliflik indeksini tapın. Biomüxtəliflik indeksi nə idi? Orada bizim bir düsturumuz var idi. Növlərin sayını fərdlərin sayına bölürdük. Yəni, baxsaq, burada fərdlərin sayı 3, 6, 9. Yox, 9 yox, bir dənə də orada var. 10 dənə fərd var. 10 dənə fərd var, amma burada eyni olanlar da var. O cəhətdən, deməli, kəpənəklər olacaq bir növ, deyək ki, dələdir. Onlardan 2 dənə oldu ikinci. Çəyirtkə 3, dovşan 4, iynəcə 5, sərçə deyək 6, qartal da 7. Düşünürəm ki, 0, onda 7 olacaq. Yəni 7-ni 10-a bölürük, gedir 0-dan bu da 7. Biomüxtəliflik indeksinə aid də sual düşə bilər. Yəni o da Quşları birinə götürürük. quşlardan Burada bir növ, düzdür. Yəni rəngi fərqli olsa da növ eynidir də, sərçədir məsələn deyək ki, hər ikisi sərçədir. Mən bir dənə sözü verəm. Bəli. Mən burada axı 2 dənə eyni olan var. Kəpənəklə dələ. Hərəsini bir-bir götürürük də. Yəni onun birini götürürük, birini götürmürük. Yəni məsələn belə deyək də, kəpənək götürdük,
Dələ götürdük 2, çəyirtkə götürdük 3, iynəcəni götürdük 4, öcə 5-cidə kəpənəyi götürmürük. Dovşanı götürürük 5, sərçəni götürürük 6, qardalı götürürük 7, dələni də ikinci dəfə götürmürük, elə 7-də qurtarır. Yəni 7 dənə növ oldu. Ümumi fərd sayı 10 dənə olduğuna görə 7-ni bölürük 10-a, eləyir 0,7. Tamam. Növbəti sual 16. Yəni 10. 10. Verilənlərdən hansı növ deyil? Hə. Bu biraz bilmirəm, indi siz bu barədə məlumat alıbsınız yoxsa yox, yəni deyirəm, inşallah video qeydləri atanda özünüz üçün yadda saxlayasınız. Növ təbii şəkildə təbiətdə rast gəlinir. Amma insan tərəfindən alınan elə bitkilər, heyvanlar və mikroorqanizmlər var ki, onlar növ sayılmırlar. Yəni heyvanlar cins sayılırlar insan tərəfindən alınanlar. Bitkilər sort sayılırlar və bir də mikroorqanizmlər də ştam sayılırlar. Burada göy balina təbiətdə təbii şəkildə rast gəlinəndir, yəni okeanlarda rast gəlinir. Xəzər suitisi təbii şəkildə rast gəlinir. İki güvənli dəvə rast gəlinir, amma tovuz quşu göyərçini bu vəhşi qaya göyərçini növündən alınmış cinsdir. Ona görə burada C variantı. 13. 13. Aşağıdakı fikirdə hansı canlının ətraf mühit temperaturundan asılılıq qrafiki verilmişdir? Ümumiyyətlə, bu qrafik nəyi göstərir? Yəni, bizə nə məlumat verir bu qrafik? İstiqanlıdır. Bədən temperaturu sabit qaldığını, Bədən temperaturunun sabit qaldığını. Əgər bədən temperaturu sabit isə, deməli, bu canlı necə canlıdır? istiqanlı. İstiqanlı. İndi bu 4 dənə variant içərisindən hansının istiqanlı olduğunu müəyyən edə bilərik? Köpşi. Bəli. Köpşi. Yəni, balıqlar, suda qurdu yaşayanlar və sürünənlər soyuqqanlıdırlar. Quşlar və məməlilər isə istiqanlıdırlar. Yəni, ya məməllərə aid olan bir nümayəndə seçməliyik, ya da quşlara aid olan. O cəhətdən doğru cavabımız D variantı. 11. 12. 11, 12. Fotosintez prosesinin getməsi üçün zəruri deyil. Yəni, fotosintezi siz təbiət fənnindən bəri keçirsiniz. Bitkilər, əksər bitkilər fotosintez eləyir deyək. Onlar karbon qazı və suyu qəbul edir. İşıq enerjisindən də istifadə edərək glukoza və oksigen əmələ gətirirlər. Yəni, bu sintez prosesinin getməsi üçün oksigen lazım deyil. Oksigeni onlar özləri istehsal edir. Ona görə 11-də B variantı olacaq. 12-də hansı qarşılıqlı münasibət forması bir tərəf üçün faydalıdır? Bir tərəf üçün faydalıdır. Deməli, neytralizm heç biri üçün faydalı deyil. Parazitizm bir tərəf üçün faydalıdır, bir tərəf üçün zərərlidir. Deməli, parazitizmi götürərik. Mutualizm iki tərəf üçün faydalıdır. Amensializm bir tərəf üçün zərərli, bir tərəf üçün neytraldır. Komensializm bir tərəf üçün faydalı, bir tərəf üçün neytraldır. Ona görə 2 və 5 olaraq doğru cavabı götürə bilərik. C variantı olacaq. Sonra 17. 17. A canlısı birlikdə yaşadığı B canlısından ayrıldıqdan sonra məhv oldu. B canlısının inkişafında isə sürətlənmə oldu. Deməli, A canlısı yəqin ki, B canlısından istifadə eləyirmiş, ona zərər verilmiş ki, A canlısı məhv olub, B canlısı isə daha yaxşı inkişaf edib. Bu canlılar arasında hansı münasibət mövcuddur? Yəni, əgər A məhv oldusa, deməli, A parazit imiş. Parazitizm ola bilər. Yəni, A parazit, B isə sahib olub. Yəni, A canlısı məhv olub, B canlısı isə inkişaf edib. 13. 16. 13-ə baxmadı. Şöyle baxın. 13-ü dedik də. Çaşmayayım mənim. 16. 16. Doğru olan fikirləri seçin. Pələngin ceyranı ovlaması biotik amillərə aiddir. Biotik amil nə idi?
Mən deyim Canlı amil. Canlılar tərəfindən. Canlı amil. Murat Yəni Altın canlının tərəfindən. canlıya təsiri. Yəni amil, ekoloji amil ümumiyyətlə canlıya təsir deməkdir. Biotik amildirsə, deməli canlının canlıya təsiridir. Pələngin ceyrana ovlanması, burada pələngin ceyrana olan təsiridir. Bəli, bu biotik amildir. Fotosintez zamanı günəş enerjisi kimyəvi rabitə enerjisinə çevrilir. Bu günəş enerjisi abiotik amildir, yəni cansız amildir. Bir çox səhra bitkilərində kök torpaq səthinə yaxın olur. Yəni burada səhra bitkiləri dediyinə görə, burada quraqlığa görə də belə deyək. Quraqlığa görə torpaq səthinə yaxın, əslində dərinliyə gedir də, bir çox səhra bitkilərində dərinliyə gedir. Bu biotik deyil, yəni ümumilikdə bu abiotik amildir. E, bu fikir yanlışdır da belə deyək. Bir çox səhra bitkilərində quraqlıq olduğuna görə kök dərinə getməlidir. Burada yazıb səthə yaxın olur. Deməli, fotosintez zamanı günəş enerjisi kimyəvi rabitə enerjisinə çevrilir. Bu da doğrudur. İkinci fikir də doğrudur. 4-də deyir, temperatur canlıların həyatında mühüm rol oynayan biotik amildir. Biotik deyil, abiotik amildir. Yəni 1 ilə 2 doğrudur. Cavab olacaq A variantı. Sonra 22. 22. Doğru cavabı seçin. Verilmiş qida zəncirində herbivorlar. Deməli, herbivor nədir? Bitki ilə qidalananlar. Bitki ilə qidalanan Bitki. heyvanlar. Bəli. Bitki ilə qidalananlar da qida zəncirində hansı halda ola bilərlər? Birinci dərəcəli konsumentlər. Bəli. Bəli. Bitki ilə, yəni produsentlə qidalanan birinci dərəcəli konsument sayılır. Ondan sonra gəlir ikinci dərəcəli, ondan sonra üçüncü dərəcəli. Yəni burada A variantı olacaq doğru cavab. Sonra 21. 21. Verilənlərdən hansı qida zəncirinin ilk halqasını təşkil edir? İlk halqa olur, produsent olur da. Produsent burada hansıdır bilmirik. Palıd. Palıd. Bəli. Sonra növbəti. İyirmi beş. 25. Stavromedoza, Actinia və Hidra. Hansı hər üç canlıya aiddir? Kirəş skeletə malikdir. Hidrada yoxdur. Suda aktiv üzür. Yəni o birislərində də yoxdur. Yəni ona görə A bəndi səhvdir. Suda aktiv üzür, hidra aktiv üzmür. Bədəni çətirə bənzəyir. Məsələn, hidrada bənzəmir, aktiniyada bənzəmir. Bu meduzaya aiddir. Dağlayıcı hüceyrələrə malikdir. Bu, bağırsaq boşluqların ortaq cəhəti olduğuna görə cavab olacaq D variantı. Dağlayıcı hüceyrə nədir? Dağlayıcı hüceyrə, əslində yadıma salarsınız, mən sizə heyvanlardan material göndərirəm. Bağırsaq boşluqlarda bədənin müəyyən hissəsində olur ki, həm özünü müdafiə eləmək üçündür, həm də şikarını öldürmək üçün. Onun içərisində xüsusi maye olur, zəhərli maye olur. Və sanki necə ilan sancır, yəni onlarda da sancma funksiyasını yerinə yetirir də. Yəni dağlayıcı sap olur onlarda. Dağlayıcı sapı atır çölə, həmin o canlının bədəninə, yəni zərər vermək istədiyi canlının bədəninə o zəhərli mayeni axıdır və həmin canlını iflic edir. Bu dağlayıcı hüceyrədir. Sonra hələ deyil. Məndə bitirəm. Tamam. Yoxdursa, keçərik növbəti sınavın cavablarına. Deməli,
Aha, deyirəm yoxlayaq. 1B, 2A, 3D, 4A, 5D, 6D, 7A, 8D, 9A, 10D, 11B, 12B, 13A, 14C, 15A, 16C, 17D, 18B, 19A, 20D, 21B, 22B, 23C, 24D, 25B. Aha. Söylerinizi deyin. 6. Bizə 6 mənim. düzlər. 6 dənə düzdür. Yox, mənim elədim səhv sorusuz mən. 21 dənə düz mənim. 21 düz. 21'dir. 21 Yasmin. 21. Aydın 21. 19. Zeynep 19. Bura. Fərqiyə. Hanı? Fərqiyə burada deyil. Fərqiyə hərəkət. Yoxdur. Tamam. Axırıncı dəqiqəmizdə yəqin ki bitər. 5 dəqiqə zat fasilə eləyərik. Ondan sonra davam edib növbəti sınavımızın suallarına baxarıq. Yəni həm video yarımçıq qalmasın deyə başlamıram hələlik bu sınavı. Belə. Yəni ki pis deyil, amma bax hər dərs bizim elədiyimiz izahlardan nəyisə qeyd edib, nəyisə deyəndə, yəni hər birini qeyd edib mütləq yadınızda saxlayın. Yəni bir dəfə məsələn elədiyimiz səhvi ikinci dəfə çalışaq ki, eyni formada təkrar eləməyək. Yaxşı.